Saç kıran prosedürü necə olmalıdır ki, saçın uzunluğundan getməsin? Saç kıranda ən çox nədən qorxurlar? Saç kıran prosedüründə saçımızın uzunluğundan gedərmi? Sizə etap-etap bütün prosedürlər paylaşılacaq. Videoda görəsiniz. Sona qədər izləməyi unutmayın. Xanım bizə deyir ki, Tural bəy, hər gün mən bu saçı ütüləmək məcburiyyətindəyəm və artıq saç kıranla doludur saçlarım. Bunu nə edək? Və bizim xanıma məsləhətimiz olur ki, saç kıran prosedürü ilə təmizləyək və müalicə laminasiya ilə saçın parlaqlığını, canlılığını geri qaytaraq. Saç kıran təmizlənmə prosedüründə diqqət etməli olduğumuz nüanslardan biri nədir? Ən vacib. İncə-incə ayırırıq və yalnız saçda olan saç kıranlar təmizlənməlidir. Yəni sağlam saçlara toxunulmur, gördüyünüz kimi. Burada artıq saçımızın müalicə və laminasiyasını keçirik. Gördüyünüz kimi parlaqlıq öz sözünü deyir. İndi isə saçımızı klimazon aparatında gözdərəcəyik. Burada bir balaca gözləmə vaxtımız var və birazdan nəticə sizlərlə olur. Buyurun, xoş izləmələr. Gördüyünüz kimi əzizxanlar, saç kıranlar təmizləndi. Amma saçımızın uzunluğundan heç bir santimetr belə, millimetr belə getmədi. Nəyə görə? Çünki bizim saç kıran prosedurumuzda heç bir uzunluqdan saç gedə bilməz. Saçı ayırırıq. Orta hissələrdən də sizə göstərim ki, necə də təmizdir, necə də gözəl və parlaqdır. Çünki biz saçı yalnız üstdəki saç kıranlar deyil, sloy ayıraraq bütün saç kıranları təmizləyirik. Nəticəmiz göz qabağındadır. Super. Sizlər də belə gözəl saçlarınızın olmasını istəyirsinizsə, kampaniyalardan yararlanmağa tələsin.